Müqəddəs Taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti kardinal George Kuvakat Azərbaycanda rəsmi səfərdədir və səfər bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin dəvəti əsasında baş tutub. Şeyx Həzrətləri hər vaxtınız xeyir olsun və sizin icazənizlə ilk sualımızı kardinal George Kuvakata ünvanlamaq istərdik. Buyurun. Your Eminence, bir neçə gün bundan əvvəl sizi Zat-ı Aliləri Prezident İlham Əliyev qəbul etdi. Mümkünsə bu görüş barədə təəssüratlarınızı bölüşərdiniz və ümumiyyətlə gələcək planlar, eləcə də ikitərəfli münasibətlər barədə nələri müzakirə etdiniz? First of all, I wish to thank for the warm welcome. İlk növbədə bu möhtəşəm ölkədə mənə göstərilən səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkür eləmək istəyirəm. The president of this nation and also Bu ölkənin Zat-ı Aliləri cənab prezidentinə və həmçinin Şeyxülislam Paşazadə həzrətlərinə xüsusi minnətdarlığımı bildirirəm. to him that I am here and I am really grateful. Cənab prezidentlə görüşmək mənim üçün böyük bir şərəf idi. Honor for me because that is an honor to the whole. Prezidentin müqəddəs taxtaca və zati müqəddəsləri Papa Leoya göstərdiyi bu ehtiram sayəsində münasibətlərimizi müzakirə eləmək üçün mənə demək olar ki, 1 saat vaxt ayırdı. Lakin biz təkcə müqəddəs taxtaçla olan əlaqələri deyil, həm də bugün dünyada mövcud olan vəziyyəti müzakirə elədik. Zat-ı Aliləri dinlərarası dialoq və əməkdaşlığın zəruriliyini xüsusi vurğuladı. Cənab prezidentin barışıq, əməkdaşlıq və sülhə olan inamını və sadiqliyini görmək çox xoş idi. Promote that his excellency wished that Bu mənada Zat-ı Aliləri müqəddəs taxtaç və Azərbaycan arasında sülh və harmoniya naminə çalışan, significance and as ümid mesajını yaymaq üçün birlikdə fəaliyyət göstərən insanlar kimi zati müqəddəsləri Papa Leonun səfərinin böyük əhəmiyyət kəsb eləyəcəyini arzuladı. to spread the message of hope between Holy See and Azerbaijan. And I would like to ask my second question about your visit to Zat-ı Aliləri, ikinci sualım Şəki və Qəbələyə etdiyiniz səfərlərlə bağlıdır. Siz bu şəhərlərdə qədim kilsələri ziyarət etdiniz və Azərbaycanın multikultural modeli ilə bir daha tanış oldunuz. Bu barədə fikirlərinizi öyrənmək istərdik. about exactly what did you see there and what's your opinion? First of all, to appreciate the beauty of Azerbaijan. İlk növbədə Azərbaycanın gözəlliyini yüksək qiymətləndirmək lazımdır. Ambassador to the Holy See. Müqəddəs taxtaçdakı səfir bu səfər boyu bizi müşayiət elədi və mənə izah elədi ki, dünyada ümumilikdə 11 iqlim qurşağı var və Azərbaycan bunların demək olar ki, 9-una sahib olmaqla xeyir dualandırılıb. Beləliklə Azərbaycanın müxtəlif bölgələrinə səfər etdik. And regarding the historic monuments, Tarixi abidələrə gəlincə, bu millətin tarixini öyrənmək çox maarifləndiricidir. Əlbəttə, tarixin bir çox eniş yoxuşları olub. Lakin bütün bu çətinliklərdən və sınaq dolu məqamlardan sonra Azərbaycan bugün də how we ayaqdadır. are today, after from all these difficulties and Mən xüsusi bir məqamı vurğulamaq istəyirəm. challenges, Hazırda tarixin Azerbaijan qorunub is still saxlanılmasına there. xüsusi diqqət And I yetirilir. wonder is Çünki given bir çox to tarixi preserve səbəblərdən baxımsız qalmış və the dağıdılmış history. xeyli kilsə var idi ki, Because there are- indi onlar there bərpa were olunub. also many churches that were abandoned and destroyed due to many historic reasons, but now they are Mədəniyyətin restored. təşviqinə və mühüm abidələrin I am qorunmasına also dəstək olan grateful to the Heydər Əliyev Icelandic fonduna da Foundation minnətdaram. that is promoting Your Eminence, today we follow Bugün dünyanın terrible müxtəlif confrontation bölgələrində with different dəhşətli parts qarşıdurmalar of the baş world. verir. Lakin But Azərbaycan Azerbaijan bugün bu çətin tried şəraitdə to sülhü keep qoruyub peace saxlayır. in this Ümumiyyətlə region. Azərbaycandakı How would you vəziyyəti comment? dünyanın həmin What's your regionları ilə müqayisə opinion etsəz, about nələri the situation xüsusi in olaraq Azerbaijan? xəbardardınız? I see of course this is Hesab edirəm ki, bu harmoniyanı və sülhü qorumaq üçün dərin mənəvi inam olmalıdır. deep spiritual conviction that I am really grateful to his virtue. Şeyxülislam həzrətlərinə və onun rəhbərliyi altında bir araya gələn digər dini liderlərə, eləcə də siyasi liderlərin uzaq görənliyinə minnətdaram ki, onlar bu balansı qoruyub saxlamaq müdrikliyini nümayiş etdiriblər. They had the wisdom to keep this balance. Demək olar ki, bu həm də That is çox also, I ağıllı will bir say, addımdır. it is Mən also müqəddəs a very 6-cı Pavelin, 'cı, intelligent move, Pavelin sözlərini xatırlayıram. because I remember the words Sülhün yeni of adı inkişafdır.
Beləliklə, əgər biz, millətimiz, gələcək nəslimiz haqqında düşünürüksə, sülh və harmoniyanı qoruyub saxlasaq, inkişaf olacaq və hər kəs xoşbəxt yaşayacaq. Azərbaycan məhz bu yolu seçib. Bu nümunə götürüləsi bir modeldir. Çünki bir neçə dəqiqə əvvəl Şeyxülislam Həzrətləri çox gözəl bir fikri vurğuladı. Biz dağıdanlar deyil, quranlarıq. Few minutes ago, his virtue underlined one beautiful thing. We are builders, not destroyers. Cənab Kuvakat, icazənizlə mən növbəti sualları Şeyxülislam Həzrətlərinə ünvanlamaq istərdim. Şeyx Həzrətləri, siz öz çıxışınızda qeyd etdiniz ki, tolerantlıq həm də Azərbaycanın bir nemətidir. Yəni Azərbaycan dünyaya həm də tolerantlıq verir. Qeyd olundu ki, növbəti il Azərbaycanla müqəddəs taxtac arasında münasibətlərin 35 ili tamam olur. Bütün Qafqazın şeyxinin növbəti mərhələlərdə gözləntiləri nədən ibarətdir? Bismillahirrahmanirrahim. Bizim əlaqələrimiz əlbəttə bunun kökü yenə də Ulu Öndər Heydər Əliyev cənablarının bir növrəsi qoyduğu bu münasibətlərdən gedir. Hələ o dövrdə mən özüm də iştirak eləmişəm, görmüşəm nə qədər. Baxmayaraq yaşda Yoğan Pavel cənablar o dövrdə həm xəstə idi, həm də biraz yaşlı idi. Amma o qədər bir-birinə mehriban idilər və bir-birinə münasibətlərin, dostluq münasibətlərin bağlılığını mən gördüm. Və həmin dostluq münasibətlər bugün də davam edir. Çünki həmişə binövrəsini qoyduğu hər hansı bir şeyin, əgər Heydər Əliyev bunun binövrəsini qoyubsa, onun davamçısı İlham Əliyev cənabları həmişə onu davam etdirir. Və bugün tolerantlıq münasibətləri də, əlaqələri münasibətləri də, dövlətlərlə münasibətlərin qurulmasında, dini mənəvi cəhətdə münasibətlərin qurulmasında və bunun da binövrəsini qoyan Ulu Öndər Heydər Əliyev cənabları olub və bu günləri dövlət başçımız buna böyük önəm verir, bunu daha da yüksəldirir və bizim əsas işimiz nədən ibarətdir? Bizim işimiz isə bunları yerinə yetirməkdir və orada o işlər görür, Azərbaycanla taxtac arasında olan münasibətlərdir və mən axır vaxtlarda həqiqi mənədə mən demək olar ki, taxtacla münasibətlərdə bizim taxtacdakı səfirimiz İlqar müəllimin gördüyü işlər çox böyük işlər görür. Və bu münasibətləri demək olar ki, bu günləri bunun biz dövlət başçısı səviyyəsində önəmini görürük, onun münasibətini görürük və bu bizim qonağın da qəbul olunması, bundan əvvəlki Paralin cənabların buraya gəldikdə və onu da bizim Prezident Həzrətlərinin qəbul etməsi, Mehriban xanımın böyük önəm verməsi, orada bəzi işlərin mədəni, mənəvi işlərin görülməsini baxanda görürük ki, bizim dövlətimiz taxtacla olan əlaqələrə böyük önəm verir. Mən 2 dəfə demək olar ki, Papa ilə görüşmüşəm. Bir dəfə belə ayaqüstü görüşümüz oldu. 2-ci dəfə xüsusi dəvətlə məni dəvət elədi, başqa dinlər nümayəndələrinə birlikdə bizi qəbul elədi. Bu, Azərbaycana olan münasibət deməkdir. Bu, bizim dövlətimizə, dövlət rəhbərimizə, dövlətin siyasətinə olan münasibətdir. Şeyx Həzrətləri, tolerantlıq evində keçirilən görüş zamanı siz qeyd etdiniz ki, Kardinal Kuvakadın Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni yollar açır. Nəzərə alaq ki, dinlərarası dialoq mərkəzi çox mühüm təşkilatdır müqəddəs taxtacda. Bax, istərdik ki, məhz bu konteksti bizim üçün şərh edəsiniz və bu əsnada görüləcək işlər, gələcəkdə həyata keçiriləcək planlar nədən ibarətdir? Gələn il biz nəzərdə tuturuq ki, bizim taxtacdakı səfirimizlə bərabər orada böyük bir süfrə açaq. Biz iftar süfrəsi açaq. Bu illəri biz onu elədik, amma daha geniş şəkildə, daha çox Avropa cəmiyyətinə çıxmaq üçün demək olar ora bir qapıdır. Və orada biz həm yaxın şərqi, həm Avropa dövlətlərinin nümayəndələri, həm yaxın şərqdə olan səfirlər, müsəlman tanınmış insanlar ora dəvət edib, Vatikanda belə bir süfrə açmaq və belə bir iftar vermək, bu bir daha Azərbaycanın tolerantlığını, Azərbaycanın yüksəkliyini göstərir. Ona görə belə, yəni bu bir misalıdır. Bir hələlik nümayəndəlik sifətində mən öz müavinimə tapşırmışam, o da öz müavininə tapşırıb bir nümayəndəlik təsis eləmişik və gələcəkdə bütün əlaqələr bu vasitə ilə inşallah davam edəcəkdir. Nə qədər ki,
dövlət əlaqələri möhkəm olsa, bizim əlaqələrimiz daha çox inkişaf edir. Şeyx Həzrətləri təşəkkür edirik. Your Eminence, thank you very much. Thank you for time. Bəli, Müqəddəs Taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti kardinal George Kuvakat və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Real TV-nin suallarını eksklüziv olaraq cavablandırdılar.